Süni mayalanma mütləq göstərişlər. Bu nə deməkdir? Yəni, pasiyentin süni mayalanma ilə hamilə qalmaqdan başqa yolu yoxdur. Birinci qrup, qadının hər iki borunun bağlı olması. Necə? Yəni, nə əməliyyatla, nə də müalicə ilə boru açılmırsa, bəli, bunlar mütləq süni mayalanmaya getməlidir. İkinci qrup, müalicə tabi olmayan azospermi, yəni kişi zəifliyi, kişidə spermatozoidun olmaması və ya həddindən artıq az olması. İkinci qrup budur ki, hansı ki, bu pasiyentlər sadəcə süni mayalanma yolu ilə hamilə qalma şansı var. Növbəti qrup nisbi göstərişdə. Yəni, yaxşı olar ki, bu pasiyentlər süni mayalanmaya getsin. Hansı qrupdur? Birincisi, ağır polikistozlar. Yəni, müalicəyə tabi olmayan, hər hansı bir dərman vasitəsilə folikul yetişib partlamayan, dəfələrlə müalicə almasına rağmen folikul yetişib partlamayan polikistoz qrupu xəstələr nisbi göstərişdədir. Növbəti qrup ağır endometrioz. Yəni, endometrioz həm yumurta rezervini bozur, həm də çanaqda yapışma verir. Borular açıq olsa belə hamilə qalmağa engel olur. Növbəti qrup ağır endometriozlar. Üçüncü qrup nisbi göstəriş, yaş faktoru. Əgər qadının yaşı 35 yaş üstüdür, yumurta rezervi zəifdir və bu illərdir müalicə alır, hamilə qala bilmirsə, bu qadın da gözlətmədən, yumurta rezervi daha da pozulmadan yaxşı olar ki, süni mayalanmaya alınsın. Həm qadın, həm də kişi. Əgər genetik xəstəlik daşıyıcısıdır və ailə istəmir ki, riskə atsın, xəstə uşaq doğulmasını istəmirsə, bu zaman süni mayalanmaya alıb, embrional yoxlanıb sağlam şəkildə anaya köçürülə bilər. Növbəti qrup səbəbi bilinməyən sonsuzluqlar. Yəni, həm kişi sağlamdır, həm qadın sağlamdır, heç bir problemi yoxdur. Amma 3 ildən çoxdur, bütün müalicələrdə olub, ondan sonra aşılama belə olub və hamilə qalmışsa, artıq burada da pasiyenti çox gözlətmirik, süni mayalanmaya alırıq. Növbəti qrup, bayaq yaş dedik, amma bəzən olur ki, yumurtalıqların vaxtından əvvəl qocalması olur. Əgər bir pasiyent gəlib, yumurta yaşı gəncdir, amma yumurta rezervi zəifdir və bu aydan aya yumurta rezervi daha da azalır, antimilləri daha da düşür, folikulların, antral folikulların sayı daha da azalırsa, biz yenə bu pasiyenti gözlətmədən süni mayalanmaya alırıq. Digər bir qrup, bəzi qrup pasiyentlər var ki, indi bilirlər, folikul yetişmir, ya da yetişir sarı cisim zəifliyi var, başqa problemlərə görə dəfələrlə stimulasiya alıb, yəni 10-12 stimulasiyadan çox stimulasiya icra olunub, folikul yetişib də, partlayıb da, sarı cisim yaranıb, borular açıq və kişi də normaldır, qadın da normaldır. Bu pasiyentlər də, yəni 12 dəfədən çox stimulasiya almış və hamiləlik baş tutmamış pasiyentlər də süni mayalanmaya alına bilər.